Yadımdadır ki, ev axtarırdıq, ən birinci ev. Amerikaya gələndə biz New Yorkda birinci 6 ay ərzində New Yorkda yaşayırdıq və bilirsiniz necə ev axtarırdıq, qəzet götürüb, qəzetdə 1-2 səhifə var idi və orada balaca elanlar verirdilər. Və biz onları oturub özümüz üçün belə rəngləyirdik və bir-bir adreslərə gedib axtarırdıq. Mən belə bir şey heç yerdə görməmişəm Lalə xanım. Bəli, bu köhnə stayldır. Köhnə stayldır. Qəşəng. Necəsiz Lalə xanım? Yaxşıyam, çox sağ olun. Xoş gəlmisiniz. Sağ olun. Gözəl evdir bura. Bu evin qiyməti bu olacaq. Doğru. Mən burada nə gördüm? Siz bu bilirsiniz nədir? Bu Nərgiz gülüdür də. Yox, bənövşə. Bu bənövşədir. Bu bənövşə, Nərgiz bu güllər. bizdə kəndlərdə bitir. Kənddə, rayonlarda, dağlarda, Novruz bayramında bitir. Bəli, bənövşədir. Və mən bunu Amerikada görürəm. Bu möhtəşəmdir. Heç fikir verməmişdim bu vaxta qədər. Görürsüz, burada bənövşə gülü də var. Pəncərələrinə baxıram, həyətinə baxıram və görürəm ki, qulluq eləyirlər və bu evin qiyməti hardasa 2 milyon nöqtə 1, 2 milyon nöqtə 2 ola bilər.